Mən öz babam haqqında danışmaq istərdim. Səfərov Yunis Bəxşəlioğlu mənim babamdır. Lakin təəssüf ki, o mənim yadımda qalmayıb və bəlkə də zehnimdə qalan səsi belə uydurmadır. Ancaq mən şükür edirəm ki, onun elmi irsi, tələbələri, aspirantları və doktorantları hələ də yaşayır. Bəzən bu pilləkənlərlə və dəhlizlərlə keçəndə düşünürəm, babam da elə buradan keçib. Eyni addımlarla, eyni düşüncələrlə. Biləndə ki, o burada işləyib, çalışıb, dərs deyib, adam çox duyğulanır. Sanki onun nəfəsi hələ də bu divarlardadır. Mən Şəfqə xanım böyük qürur üstündən, həqiqətən də çox böyük məmnuniyyətlə Yunis Səfərovun adını çəkirəm. Ona görə ki, Yunis Səfərov bizim Azərbaycan baytarlığı elminin korifeylərindən birisidir. Bizim Azərbaycan cəmiyyətinə ən böyük, onun inkişafına, tərəqqisinə, Azərbaycan cəmiyyətinin sağlamlaşması işinə ən böyük töhfə verən bizim unudulmaz əbədi yaşar ulu öndərimiz Heydər Əliyev olub və eyni zamanda Yunis Səfərov kimi elm fədailəri. Azərbaycanda mikrobiologiyanın və epizotologiya fənninin pionerlərindən biri olan Yunis müəllim Azərbaycanda çox güclü mikrobiologiya elminin əsasını qoyan bir insan olmuşdur. Yunis müəllim haqqında söz demək çox rahatdır, xoşdur. Çünki Yunis müəllimdə insanlığa məxsus olan yüksək keyfiyyətlər var idi. O ədalətli idi, qayğıkeş idi, tələbkar idi. Hər dəfə mən mikrobiologiya, epizotologiya kafedrasının dəhlizindən keçəndə bizdə orada divarda bizim tanınmış alimlərimizin şəkilləri vurulub, portretləri vurulubdur. Yunis müəllimin portretinin qabağına çatanda hər dəfə məndən ötəri çox belə həyəcanlı bir an keçirdirəm. Azərbaycan elmi böyük nailiyyətlər qazanıb baytarlıq sahəsində, həm o cümlədən də mikrobiologiyadır. Çünki elə parlaq alim, professor Səfərov Yunis müəllim kimi müəllimlər nadir halda dünyaya gəlirlər. Yunis Səfərov 1926-cı il 15 may tarixdə Şərur rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. O, atasını gənc yaşlarında itirir. Onun atası Bəxşəli kişi mülksüzləşdirilmişdi və güllələmə qorxusu ilə Cənubi Azərbaycana qaçmağa məcbur qalmışdı. Anası Firuzə xanım evladları ilə tək başına qaldı. Yunis və onun böyük qardaşı Yusif analarına dayaq oldular. Ona hər işdə kömək edirdilər, çobanlıq edirdilər, mal-qara otarıb qış üçün odun tədarük edirdilər. O dekan olduğu devirdə tələbələr hansısa da bir müəllim onun bir problemi olanda Yunis müəllimlə hədələyirdilər ki, mən gedəcəm Yunis müəllimin yanına. Yunis müəllim bilirdilər ki, Yunis müəllim gedən kimi o məsələni ədalətlə həll edəcək. O tələbələrə qarşı çox qayğıkeş idi. Babamın həmkarlarla münasibəti necə idi? Kollektivdə necə idi münasibəti? Mən bir hadisəni xatırlaya bilərəm. Mən epizotologiya fənnindən imtahan verirdim. Bu imtahan zamanı mən oxuduğum müddətdə deyim ki, sizə bir dənə də dördüm olmayıb. Bizim Məmmədov Teymur adlı bir dosentimiz var idi. Kafedrada işləyirdi. Mən danışdım, mən danışandan sonra dedi, yaxşı, keç, sənə 4 verirəm. Dedim, nətər 4 verirəm, mənim ömrümdə 4 alınmamışam. Dedi, yox. Mən onda dedim ki, onda zəhmət olmasa
dekanı Yunus müəllimi çağırın, Yunus müəllimə imtahan verəcəm. Я даже помню, как он принимал у меня экзамен по эпизодологии. И вот даже от удивления, от того, что я не буду себя хвалить, но я отвечала очень хорошо. И он даже снял очки, с любопытством посмотрел на меня, что, мол, как это она все блестяще знает. Я закончила с дипломом отличия этот факультет. Bir günləri tələbələr gəlib bir müəllimdən deməli şikayət ediblər ki, dərsə gecikmişik. Quş var imiş. Quşun mulajının arxa tərəfini göstərir ki, deyən görün bu has quşdur. Bu uşaqlar buna cavab verəməyiblər. Gəlib Yunus müəllimə bu problemlərini danışıblar. Yunus müəllim tələbəni də götürüb həmin deməli otağa gəlib, müəllimə deyib, uşağın arxasını göstərib, arxa tərəfini. Deyən görün bu has tələbədir. O deyib ki, üzünü göstər də. Deyir ki, bəs sən də quşun arxasını göstərirsən, onlar bilmirlər. Mən də bu tələbənin arxa tərəfində göstərirəm, sən də onu bəlkə tanıyasan. Əslində mən baytarlığa o qədər də marağım olmayıbdı. Ancaq Yunus müəllimin bizə dediyi mühazirələr zamanı həmişə bilirsiniz ki, tələbələr çalışır mühazirədə çəkilsinlər lap arxaya. Amma mənim üçün o qədər maraqlı idi Yunus müəllimin tədris elədiyi epistologiya fənni. Onun səsində o qədər həm ciddilik var idi, həm də elə səslə, elə tonla mühazirəni bizə oxuyurdu ki, istər-istəməz o fənni biz ciddi qəbul edirdik ki, bu fənn bizə çox lazımlı fəndir gələcək üçün, baytar həkim üçün. Həm maraqla qulaq asırdım, həm maraqla da tez-tez onu konspektləşdirirdim. İmtahan zamanı da inanasınız ki, mən çox vaxtı heç kitabdan istifadə eləmirdim. Ancaq o konspektlərdə və yaddaşımda qalan Yunus müəllimin o səsinin, tonunun, ciddiliyinin hər mövzuya aid. Граждане и гражданки Советского Союза, сегодня в 4 часа утра, без всякого объявления войны, германские регулярные части атаковали границы Советского Союза. İkinci Dünya müharibəsi dövründə onun atalığı və böyük qardaşı Yusif vətəni qorumağa yollanırlar. Bu vəziyyətdə ailənin bütün yükü, bütün məsuliyyəti gənc Yunusin çiyinlərinə düşür. Məktəbi əla qiymətlərlə bitirən Yunusin qarşısında sual dayandı. Bundan sonra həyatı necə davam etsin? Kiçik qardaşlara və bacılara kömək edib onları ayağa qaldırmaq lazım idi. Bir müddət sonra Yunus Səfərov 14 yaşında Naxçıvan şəhərində texnikuma qəbul olur. ...1945-ci ilin qələbə dolu baharı gəldi. Ancaq müharibə dövründən sonra kənddə artıq böyük kişi xilaflar qalmamışdı. Yunus müəllim sevirdi, yaxşı, savadlı tələbələri götürürdü aspiranturaya. Savadlı tələbələri götürürdü. Ancaq 5-lə oxuyan tələbələr, məsələn, tanıdığım tələbələr var idi. Bizdə aspiranturaya götürmüşdü. Şəkil adında özü Naxçıvandan idi. Onu aspiranturaya götürdü. Onu da deyim ki, elə onun mənim tələbə vaxtı tələbə elm cəmiyyətində işlədiyim mövzunu vermişdi ona, namizədlik dissertasiyasını və onu da Rus alimlərini çağırdı burada, ona aponentlik elədilər. Azərbaycan baytarlıq elmi və təhsildə professor Safarov Yunus müəllim böyük zirvələrə nail olmuşdur. Mən onu xatırladıram, əsl mikrobiolog kimi. Çünki mən 2-ci kurs tələbəsi olarkən o mənə sevgi və məhəbbət bu fənə yaratmışdı. Hal-hazırda mən professor vəzifəsində çalışıram, mikrobiologiya kafedrasında, Tibbi Universitetində və demək istəyirəm ki, mən onunla yaradılan məktəbini davam edirəm. Respublikanın paytaxtı Naxçıvan. Keçmişdə din və məlumat yuvası olan bu qədim şəhər, Sovet dövründə inkişaf edib simasını tamamilə dəyişmiş, şən, abad və mədəni bir şəhər olmuşdur. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan vilayəti, Azərbaycan hökumətinin və şəxsən Mircəfər Bağırov yoldaşın gündəlik qayğısı nəticəsində böyük müvəffəqiyyətlər əldə etmişdir.
Müharibədən sonraki aclıq illərində xalq təsərrüfatının inkişafına və bərpasına böyük ehtiyac vardır. Hökumətin qərarı ilə savxozların direktorları və kolxozların sədri ali ixtisaslı təhsilə malik olmalıydılar. O zaman Şərur rayonunun kolxoz sədri gənc Yunisə seçim qoymadı. Yunis, Kirovabada yola düşəcəyik. Ax sən əlaçısan, gedək, birlikdə oxuyaq, təhsil alaq. Sən də mənə bu elmi dərk etməyə kömək edərsən. Nə yaxşı oldu. Bu ki, gənc Yunisin ən böyük arzusuydu. Beləliklə, Yunis Səfərov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tələbəsi oldu. Yalnız bir fibralı çamadanla və sadə parusin şalvarla o, Kirovabadda məşhur olan Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna yollanır və bir müddət sonra baytarlıq fakültəsini əla qiymətlərlə bitirdi. Kolxozda da işlər pis getmədi. Kolxoz sədri heyvandarlıqdakı nailiyyətlərə görə, şücaətə görə medalla təltif olundu. Sizə bir epizod danışmaq istəyirəm. Həm biraz da belə bəlkə sizin üçün gülməli gələcəkdir. O vaxt o mənim üçün gülməli deyildi, çünki burada stipendiya məsələsi idi. Bir gün mən Yunis müəllim dekan olan zamanı bir gün içində iki dərs buraxdım da, dərsə gəlmədim. Səhərsi günü, düzü də Yunis müəllim azdan çoxdan bizim ailəmizi tanıyırdı, atamı tanıyırdı. Mənə dedilər ki, belə, bu ayın stipendiyasını Abbasova AFAQ almayacaqdı. Nəyə görə səbəb? Çünki dərs buraxıbdı, səbəbsiz. Heç bir arayış təqdim eləmədən, heç nədən. Mən evə gəldim, dedim ki, ay ata, belə, mənim bu aylıq stipendiyamı kəsibdir, təqaüdüm kəsilibdir. Papam dedi ki, deməli, Yunis müəllim kəsilsə də, deməli, düz elibdir, o bilibdir ki, nə var. Elə ki, onlar bizə həyat dərsi keçirdilər. Həm elm barəsində, həm də həyat barəsində. Yunis müəllim sadəcə müəllim, pedaqoq və alim deyildi. O, tələbələrə atalıq qayğısını həmişə göstərirdi. Bir hadisə yadıma düşür ki, deməli, bu stipendiya alan tələbələr var idi. Bəzilərin balı aşağı olduğuna görə aşağı stipendiya alırdı, bəziləri yüksək stipendiya alırdı. Bir kasıb tələbə var idi, bu çox kasıb yaşayırdı. O yaxşı stipendiya, yuxarı bal alan bir tələbəni çağırdı ki, sənə yüksək stipendiya düşür, buna aşağı düşür. Gəl belə iş görək, yəni sənin artıq o stipendiyanın əlavəsini buna verək ki, bu biraz dolana bilsin. Mən həmin tələbə idim, hansı ki Yunis müəllim stipendiyasını kəsmişdi. Yunis müəllim mənim gözümün qabağında canlı, səsi xırıltılı, üzü boz idi. Biz ondan çox çəkinirdik. O tələbələr arasında fərq qoymazdı. Hamı üçün o bir idi. Hər tələbə onun üçün bir idi. Baxmayaraq mən müəllim uşağı idim. Mənim atam aslında prorektor idi. Kənd Təsərrüfatı İnstitutunda prorektor idi. Biz bu günləri yığılmışıq Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunda. 1968-ci ildən Yunis müəllim bizim dekanımız olubdur. Gözəl bir insan, gözəl bir alim, professor Yunis Səfərov Baxşəloğlu. Biz onun xatirini tələbə olaraq o zamanı çox istəyirdik, çox ciddi, çox tələb eləyən bir insan idi. İndiyənə kimi yadımdadır. Elə bir ki, dünən olubdu. Elə gözəl leksiyalar danışırdı və mikrobiologiya o vaxtdan mənim üçün elə fənd oldu ki, bütün fikirlərim orada qurmuşam.
Bizim çox gözəl müəllimlərimiz var idi, çox gözəl alimlər idi. Yəni baytarlıqda olan elmi işçilər, elmi titullu işçilər çox idi. Mən elə bilirəm Azərbaycanda, nəinki başqa sahədə. Bax, Fuad müəllimin özü doktor naukdur, professordur, İltifat elmlər namizədidir. Bax, bu hamısı Yunis müəllimin və bizə dəstəyən müəllimlərin bəhrəsidir. Bir gün yenə deyirəm, burada iştirak edirlər Fuad müəllim, bizim baytar həkimlərinin assosiasiyasının prezidentidir. İltifat müəllim Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktorun müavinidir. Mən də ki, Bakışəhər Heyvanat Parkında direktorun müaviniyəm. Uzun müddət direktor işləmişəm, indi təqaüddəyəm, 5 ildir məni saxlayırlar ki, bu heyvanlar sənsiz darğalır. Yunis müəllimin 3 oğlu, bir qızı səhv eləmirəmsə var və oğlanlardan birindən mən çox yaxın dostluq edirəm. Rasimdir onun adı, Moskvada yaşayır. O dəfələrlə mənə köməklik eləyibdi. Yəni zooparkın işinlə əlaqədar, müəyyən dərmanların tapılmasıyla əlaqədar. Bu da onu göstərir ki, bu ailə çox yüksək səviyyədə olan bir ailə idi. Mənim yadımdadır, bir dəfə bizi incitdilər pambıqda. Yerlilər pulumuzu vaxtında vermədilər. Yunis müəllimə dedik, Yunis müəllim getdi bizim yanımızda onlarla danışdı, tələb elədi. Səhərsi günü biz qazandığımız pulu bizə çatdırdılar. Yunis müəllim bilirsinizmi nətər adam idi? Hər tələbəni elə bil ki, bir əziz adam kimi baxırdı. Tələbələr çox razı idi Yunis müəllimlə. Mənim yadımdadır ki, Yunis müəllim elmiyə çox böyük diqqət yetirdi kafedrasında. Deməli, biz tələbə olaraq belə bir sevgi yaranmışdı ki, İltifat müəllim də dedi, sevgi yaranmışdı bu mikrobiologiya, epizotologiya, infeksiyalara maraq yaranmışdı. Biz hamımız tələbə elmi cəmiyyətində gedirdik və orada elmi işlər aparırdıq. O elmi işlərə rəhbəri elirdi Yunis müəllim kafedra müdiri olaraq, Raul müəllim, Salman müəllim və digərləri. Birinci məqalələrimiz institutda oxuya-oxuya 3-cü kursda olaraq birinci elmi məqalələr buraxdıq. Rusiyada, o vaxtı Rusiyada elmi məqalə buraxmaq çox böyük bir elm nailiyyətinə çatmalı idin ki, onu sizə orada çap eləyədilər. Yunis Səfərov təhsilinin bütün mərhələlərini, məktəbi, texnikumu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Azərbaycan dilində, ana dilində bitirmişdir. 1950-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqləmə diplomu bitirərək öz elmi fəaliyyətini davam etdirmək məqsədi ilə Moskvaya yollanır. Və orada o dövrün ən nüfuzlu elmi mərkəzlərindən biri olan Ümumİttifaq Eksperimental Baytarlıq İnstitutuna hal-hazırdakı Skrabin adına akademiya qəbul etməyi arzu edir. Onun aspirantura qəbul prosesi də çox qeyri-adi idi. Qəbul komissiyası qarşısında ciddi bir maneə yarandı. Yunis Səfərov rus dilini heç bilmirdi. Axı bu vəziyyətdə nə etməli? Rus dilini bilməyən bir tələbəni necə qəbul etmək olar? Bu vəziyyətdən çıxış yolunu Yunis Səfərov özü göstərdi. O, qəbul imtahanlarını latınca verməyi təklif etdi və sözünün arxasında durdu. Qəbul komissiyasını heyrətə gətirərək aspirantura qəbul imtahanları uğurla başa çatdı. Bu prosesdə vaxtilə Gəncədə fəaliyyət göstərmiş məşhur akademik Trofim Denisoviç Lysenko'nun da mühüm rolu oldu. Я помню, что, будучи студентом 2-го курса, мы все посещали студенческое научное общество, которое он организовал. И первые наши публикации в научном мире вышли именно в эти годы под руководством профессора Сафарова. Он создавал такую научную атмосферу, что буквально все студенты нашего факультета стремились именно к этой науке. И вот итог сейчас по микробиологии у нас несколько профессоров, несколько кандидатов наук. Это все заслуги этой кафедры. Elmi konferanslarda bütün aspirantların mövzuları, elmi tədqiqat mövzuları müzakirə olunurdu. Hər il illik elmi konferanslarda müzakirə olunurdu. O müzakirələr çox böyük mübahisələrlə keçirdi. Həddindən artıq böyük mübahisələrlə keçirdi. Xüsusilə infeksiya ilə əlaqədar olan məsələlərdə böyük mübahisələr olurdu. Bizdə o vaxtın Naftalan problem laboratoriyası vardı. Onunla əlaqədar bizim bir anatomiya müəllim vardı, İsrail. Deyirdi, bu
naftalarını o qədər tərifləyirsiniz ki, az qalır elə çörəyin üstünə yaxaq yeyək. Belə zarafat eləyirdi. Onda Yunus müəllim də bu mübahisələrə qoşulurdu və onları sakitləşdirirdi, bir-birindən aralayırdı. 1954-cü ildə Yunus Səfərov namizədlik dissertasiyasını uğurla başa vuraraq vətənə qayıdır və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda fəaliyyətə başlayır. Burada o assistentlikdən başlayaraq dosentliyə qədər yüksəlir və mikrobiologiya və epizotologiya sahəsində özünü təsdiqləyir. Lakin onun elmi iddiaları bununla məhdudlaşmır. участников сталинского смотра социалистических животноводов. 1963-cü ildə o doktorluq dissertasiyasını parlaq şəkildə müdafiə edərək baytarlıq sahəsində doktorluq dərəcəsi olan ilk Azərbaycanlı alim olaraq tarixə düşür. 1964-cü, 1971-ci illərdə Baytarlıq Fakültəsinin dekanı, 1971-ci və 77-ci illərə qədər Baytarlıq Fakültəsinin mikrobiologiya, epizotologiya və virusologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Sizi qeyd etmək istəyərdim ki, ilk dərslik mikrobiologiyadan, həm epizotologiyadan sərf aid olmuşdu professor Səfərova. Yunus müəllimin bir ziyalı olaraq, həqiqətən də bir müəllim olaraq, bir peşəkar alim olaraq, onun ən böyük xidmətlərindən biri ondan ibarət oldu ki, o əlbət ki, çox böyük ehtiyac duyulan dərsliklər, dərs vəsaitləri yazdı. Baytarlıq mikrobiologiyası fənni üzrə, baytarlıq virusologiyası fənni üzrə, epizotologiya fənni üzrə fundamental dərsliklərin müəllifi olaraq da şöhrət qazandı Yunus müəllim. Bugünkü gündə də bizim o dərsliklər, o dərs vəsaitləri stolüstü kitabımızdır. Əlbət ki, ondan biz bəhrələnirik. Eyni zamanda monoqrafiyaların müəllifidir. Məsələn, qoyunların mastiti ilə əlaqəli olaraq, kənd təsərrüfat heyvanlarının ayrı-ayrılıqda bir çox infeksiyon xəstəliklərinin mahiyyətini əks elətdirən dərslik və dərs vəsaitlərinin müəllifi kimi Yunus müəllim bizim baytarlıq elminin tarixinə düşən xarifeylərdən birisidir. Professor Yunus Səfərov Azərbaycanda ilk dəfə qoyunların bir çox yoluxucu xəstəliklərinə qarşı kompleks peyvənd tədbirləri hazırladı. Ölkəmizdə müxtəlif coğrafi iqlim qurşağında yerləşən qoyunçuluq təsərrüfatlarında anaerob infeksiyalar baş alıb gedirdi. Qoyunlar arasında, əlbət ki, davarlar arasında anaerob enterotoksemiya, quzular arasında anaerob dizenteriya, bronkiot xəstəliyi və s. Eyni zamanda pasteurelioz, çiçək xəstəliyi qoyunçuluqda Yunus müəllimin ən böyük xidmətlərindən biri ondan ibarət oldu ki, o devir üçün. Və biz də bugün də Respublikamızın heyvandarlıq təsərrüfatları o tədqiqatların nəticəsindən bəhrələnir praktik olaraq. Bir çox SSR dönəmində bir çox müdafiə şuralarının üzvü, həm sədri həqiqətən də, məsələn, bizim bu Cənubi Qafqazda, bizim Azərbaycanımızda, doğma məkanımızda da uzun illər Yunus müəllim elmi tədqiqat işlərindən bağlı Müdafiə Şurasının sədri olubdu. Həmən Suriya rəhbərliyi eləyibdi. Sonra Gürcüstan qonşu ölkədir, orada Qafqaz üzrə, bizim Cənubi Qafqaz üzrə Müdafiə Şurası var idi, sonra verdilər ora. Orada Yunus müəllim həm sədr kimi fəaliyyət göstərirdi. Çox böyük əlaqələri var idi. Moskva məktəbindən, Sankt-Peterburg Baytarlıq Elmi Məktəbindən, Kazan Baytarlıq Elmi Məktəbindən. Mənim məsələ tanıdığım alimlər onun haqqında, xüsusilə Nikolay Mikhailovich Komarov var idi, məşhur alimlərdən deyil. Georgi Konstantinovich Volkov var idi, Söylə Semenitov var idi. Onlarla mən çox yaxın ünsiyyətli idim. Onlar Yunus müəllim haqqında çox xoş xatirələr danışırlar həmişə. Onların görüşlər zamanı onu yüksək səviyyədə qiymətləndirirlər. Onun beynəlxalq fəaliyyəti də diqqətə layiq idi.
1972-ci ildə Yunanistanın Saloniki şəhərində keçirilmiş Beynəlxalq Mikrobiologiya Konqresinin vitse-prezidenti seçilməsi bunun bariz nümunəsidir. Əlbəttə ki, Yunus müəllim hesab edirəm ki, dünyada tanınan baytarlıq elmi sayəsində, dünyada tanınan görkəmli Azərbaycan alimlərindən birisidir. Onun şərəf nişanı ordeni, çoxsaylı medallar, fəxri fərmanlar hələ də qorunub saxlanılır və onun həyat yolunun rəmzi kimi yaşayır. Bu, onun elmi olan böyük sevgisi, zəhmətinin və səbrinin göstəricisidir. Anamın söylədiyinə görə onların yaşadığı kiçik kommunal evdə döşəmələr çox cırıldayan idi. Babam yazı masasında işləyən zaman səs ona mane olmasın deyə hər kəs qalın yun corablarda gəzməyə məcbur idi. Onun həyatı ağır itkilərlə də müşahidə olunmuşdur. 1974-cü ildə cəmi 48 yaşındaykən həyat yoldaşı Kübra xanımı həkim səhvi nəticəsində itirməsi onun üçün dərin bir faciə olmuşdur. Kübra xanım Yunus Səfərov kimi Baytarlıq Fakültəsində 2 kurs fərqlə təhsil almışdır və histologiya kafedrasında çalışırdı. Bu ağır itkidən sonra professorun üzərinə 4 evladın məsuliyyəti düşür. 3 oğlan və 1 qız. Lakin bu ağır itkiyə baxmayaraq o elmi və pedaqoji fəaliyyətindən geri çəkilmir. Eyni həvəs və coşqu ilə tələbələrinə mikrobiologiya sirlərini yiyələndirməyə davam edirdi. Yunus müəllimin sözün həqiqi mənasında özünün elmi məktəbi olub. Çox yüksək potensiala malik olan, bilik bacarığı olan, həm elmi cəhətdən, həm təcrübə baxımından Azərbaycan cəmiyyətinin, Azərbaycan elminin, Azərbaycan aqrar elminin, aqrar təhsilinin qəbul elədiyi çox görkəmli alimlər yetiribdir. Məsələn, onlardan birinin adını mən iftixar hissinlə çəkə bilərəm ki, Raul Qədimov, hansı ki bizim bu kafedranın Yunus Səfərovdan sonra bu kafedraya rəhbərlik edib, mən Raul müəllimi yetirmələrindən birisiyəm. Bizim universitetimizin 5 il rektoru kimi fəaliyyət göstəribdir. Raul müəllim baytarlıq elmləri doktoru, həm fəlsəfə doktoru, həm elmlər doktoru, alimlik dərəcəsi alan zamanda ona elmi rəhbərlik edib bizim Yunus Səfərov. Əlbəttə ki, Şəkkül müəllim çox görkəmli alimlərdən birisidir. Sayca Eldar Hüseynov, İlham müəllim, Rəşid müəllim, bilirsiniz, sayca sanamaqla qutarası deyil. O vaxt belə idi ki, alimlər bir-birindən münasibətlər var idi, amma həmişə elmi mübahisələr eləyirdilər. İndi elə elmi mübahisələr yoxdur. O vaxt adicə bir məsələnin üstündə professorlar bir-birindən az qalırlar, dalaşarlar, dava salarlar ki, bu məsələ belədir, o deyirdi belədir, bu deyirdi belədir. Amma sonradan çıxandan sonra artıq dost idilər. Amma elmi mübahisələri güclü olurdu. Eyni zamanda müəllim hiss etməyə başladı ki, onun şagirdlərinə artıq bir institut çərçivəsi dar gəlir. Elmi müzakirələr isə çox təəssüf ki, karyer xarakter almağa başladı. Və onda öz şagirdləri arasında seçim etməmək üçün mənim babam, professor Yunus Səfərov, özü üçün ağır və ətrafdakılar üçün gözlənilməz bir qərar qəbul edir. O, 27 ildən çox çalışdığı doğma institutdan ayrılır və Naxçıvana yollanır. Burada sıfırdan pedaqoji universitetdə baytarlıq fakültəsini yaradır. Yunus Səfərov 1978-ci ildə bu kollektivdən uzaqlaşıb və Naxçıvan torpağına təşrif buyurub, öz elmi pedaqoji fəaliyyətini bizim doğma Naxçıvanımızda, Naxçıvan Dövlət Universitetində davam elətdirib. Ancaq tələbəlik illərindən, yəni 1979-cu ildən etibarən mən bizim doğma universitetimizdə təhsil alan zamanda öz müəllimlərimdən həmişə Yunus Səfərov haqqında xoş sözlər eşitmişəm. Ürək dolu, fəxrlə, böyük məmnuniyyətlə müəllimlərimiz həmişə auditoriyada Yunus müəllimin, Yunus Səfərovun adını böyük qürurla çəkiblər. Onun elmi fəaliyyəti ilə bağlı, onun Azərbaycan baytarlıq elminin inkişafına, Azərbaycan baytarlıq təhsilinin inkişafına verdiyi töhfələrlə bağlı həmişə zaman-zaman biz tələbələri, bizim müəllimlər məlumatlandırıb.
topic of today's lecture is astrology. Astrology is the part of the anatomy, the chapter of anatomy which deals with the structure of bones. When we use the singular name of the bone, we say just os. So the name of this chapter, the name of the study, astrology, is also based on this term. So os means bone in the singular. Well, when we talk about the ossa, we talk about the Bəzən düşünürəm, kaş o bir anlıq da olsa bugünə baxa bilərdi. Dünyanın müxtəlif güşələrində fəaliyyət göstərən tələbələrindən, evladlarını, nəvələrini görərdi. Və əminəm ki, gördüklərindən də qürur duyardı. Bizim hər birimizin daxilində babamın, professor Yunus Səfərovun düşüncəsi və bütöv dünyası yaşayır. Çünki necə deyərlər, güzgü sındıqda belə onun hər bir parçası bütöv dünyanı əks etdirir.